Gördüm ki, tank keçdi, BT keçdi, şəxsiyə keçəndə sınqamı atdım, gizlincə tullandım əsgərləntinə. Əsgərlənə bir yerdə getdim. Mən əsir kimi tutmuşlar, elə bir vəsiqəm yoxsun da, hər bir yetim yox, elə bilirdilər ki, mən o tərəfdənəm və əsir kimi tutmuşlar. Onlar da mənlə qəlbə qoyublar ki, Azərbaycan Respublikasının ilk və qeyri-qanuni könüllüsü Mehmandır. Mən yoldaşım Mehman İlhamoğlu, 2000-ci il təvəllüdlü, Abşeron Hökməni qəsəbəsindən dünyaya gəlmişəm. 2018-ci il noyabr ayının 20-sində Bakı mərkəzində ürək əməliyyatı oldum deyə hərbi səfərbərlik məni əsgərliyə qəbul etmədi. Yəni, mən çox şikayət eləsəm Nazirliyə, Müdafiə Nazirliyinə şikayət elədim ki, hərbi xidmətə getmək istəyirəm, ya əsgər olmaq istəyirəm. Nə qədər əsgər eləsəm də qəbul eləmədilər. İyul ayının 12-si idi, 2020-ci ildə Tovuz döyüşə başlayan zaman. Evdən xəbərlər eşitdim, evə demədən, gizlicə evdən qaçdım. Getdim Xırdalına voyinkomata, dedim ki, mənim voyun bilətim Niqorun yazmışsınız da, ürək problemimə görə. Ancaq mən gəlib iştirak eləmək istəyəm. Heç döyüşmüsəm də, sizə orada nə kömək lazımsa eləyim də. Dedilər ki, yox, bu mümkün deyil. Pulum yox idi üstümə getməyə. Yox idi. Yolda dayandım, yavaş-yavaş yol maşınına ilə, yavaş-yavaş getdim. Goranboy sakini gəldi. Goranboy sakini Goranboy kurukuna qədər getdim. O zaman da sərk karantini idi. Ələt postunda post yoxlayırdılar. Bakı qeydiyyatı, rayon qeydiyyatı söhbətilə. Mənə icazəm olmadığına görə postdan 200 metr aralı saxladı. Maşının mükəsinə mindim. Postu özünü keçdim. Çünki bıraxmayacaqdılar. Çünki Bakı Abşeron qeydiyyatı idim. Postu 3 yerini keçdim. Getdim Tovuza. Gecə saat 11-ə qalmış çatdım. Tovuz rayon polis idarəsinin rəisinin mavini var. Polkovnik Leytenant Şahlan müəllim. Yəni çox gözəl insandır. Məni ilk dəfə o qəbul elədi. Görür ki, ürəyinlə gəlmişəm, əvvəlcədən gəlmişəm. Dici qalx Ağdam postunda. Orada mülki zamanı gətirdi, yemək, içmək, siqaret daşımağa. Orada komanda postunda şərab və maşınları yoxlamağı rizadır. Mülki halini təhlükəsiz təmin eləməkdir. Polis əməkdaşlarına bir yerdə. Orada kömək elədim. 77 gün orada oldum. Ondan sonra sentyabrın 26-sı idi. Qayıtdım, gəldim Bakıya, sonra sakitçilik idi. Səhərsin sentyabrın 27-si 2020-ci il. 5-ci müharibə başlayıb. Gəldim Ölü Şübhədən dairəsinə ki, tezən gəlin gedim. Bu səfər evdən bildilər. Bilirlər ki, həll çəkməyəcəm, gedəcəm. Gəldim Ölü Şübhədən dairəsinə. Kim maşını gəldim, gördüm ki, hərbi polislər yolu bağladılar ki, Qusardan Ensarlı hərbi hissənin əməkdaşları gedir də döyüş bölgəsinə. Orada çox idi, yəni kolon çox uzun idi. Orada 15-20 kilometr kolon uzunluğu var idi. Tanklar, BT-lər, şəxsi heyət, balaca maşınlar, uvazlar, belə təcili yardımlar aralarında çox idi. Orada kolon uzun olduğuna görə dağılmasın deyə asta-asta gedirdilər. Gördüm ki, tank keçdi, BT keçdi, şəxsiyə keçəndə sınqamı atdım, gizlincə tullandım əsgərləntinə. Əsgərlənə bir yerdə getdim. Üzülən Böyük Bəhməni kəndində orada düşdüm. Getdim Horadiz. Horadizdə post qurulub indi. Horadizdə hərbi polislərin rəisindən görüşdüm. Polkovnik Leytenant Elgün Əliyevlə. Dedim ki, bəs kömək eləməzsən, izin verdi. Orada yemək daşımaqdır, su daşımaqdır, təcili yardıma gəlirdi. Orada Skorozara yol açmaqdır. Əlbəttə 3 yol idi, trasa yol birləşirdi. O yoldan ki, Zovcuzaq qəsəbəsindən qalxır, gedişləri çoxdur. Orada bir dənə özüm bunka düzəlmişdim, turbadan adı, qırmızı zanetlə. Təcili yardım gəlmişim, yolu saxlayırdım ki, təcili yardım rahat keçsinlər, yəni mane olmasınlar. Rahat keçməni təmin edirdim. Sonra müxtəlif yerlərdən, Bakıdan, müxtəlif rayonlardan cəmaət sağ olsun, xalq. Siqaret, corab, paltar, yemək, hər bir şey gətirdilər, təminat. Orada maşınları, uvazları yükləməyə kömək edirdim. Döyüşdən sonra Fövqəladə Hallar Nazirliyinin qərarı çıxdı ki, hər bir həyətdə akop qazılmalıdır. Akop yəni ki, nəsə atılanda içinə gizlənməkdə. Orada bütün Əsri Çırdaxan, Əlbəyli, sonra Qazqonun Kurku deyilən bir yer var orada, Vahidli, Ağdam kəndinin özündə. Bütün həyətdə akop qazmağına orada kömək elədim. Hal-hazırda nə iş görürsən? İndi Füzulidə gedəndən sonra müharibədə orada kömək edim. Orada getdikcə mən yavaş gedirdim. Füzulidə, Zəngilan, Cəbrayıl, Qubadlı, Hadrut, Tux, Sığnaq, Çanaqçı, Topxana, Daşaltı, Suqovşan, Şuşa, Laçın bu yerlərdə olmuşam. İndi hal-hazırda Şuşada necə deyim, daxili qoşunların əməkdaşları ilə kömək edirəm. Sonra Şuşada çörək təminatı olur, çörək təminatına kömək edirəm. Orada da yəni təhlükəsizlik deyildi. Yəni, nə iş olsa da kömək eləyirəm. Aprelə qədər də inşallah kömək edəcəm. Sən orada necə davranırlar bu əsgərlər? Hamısı tanıyır orada, çox söylər, hamısı gəlib şəkil çəkdirir mənlə. Hətta Hadrutdan bir nəfər zabit var idi. Hadrutdan Şuşaya qalxmış ki, bir dənə mənə şəkil çəkdirsin, televizyon aşağı düşsün. Gəlmişdi. Orada da 2 dənə generalına görüşdüm. İkisi də mənə xoş rəftar edib, mənə hədiyyələr verdilər. Birinci General Leytenant Hikmət Mirzəyev, salamlayıram, görüşdü mənə ilə. Ona düzdür, başqa forma dedim.
quru qoşu formasının qara maskada idim. Bəlkə indi göz tanımaz. Arası Mayıs mən Bərxudarla görüşdüm General Mayorla, canım General Mayorla. Onun bu formada idim. O da mənə başqa bir forma hədiyyə elədi. Onu saxlayıram, ondan yadigar. Başqa gələn nə maraqlı hal? Haldursa gedəndə Haldursa təminat apardım da. Hər polis əməkdaşları var idi. Mən əsir kimi tutmuşlar. Elə bir vəsiqəm yoxsun da, hər biletim yox. Elə bilirlər ki, mən o tərəfdənəm də əsir kimi tutmuşlar. Sonra aydınlaşdırdılar. Sonra yanındakı biri var, tanıdılar ki, yox, bu mehmandır. Sonra dedilər ki, yəni git. Yəni mən orada açığı maaşa görə, yəni medala görə getməmişdim. Sadəcə mənim vətənim azad olsun deyə getmişdim. Könüllərə hamısına medal verildi, yəni maaş verildi, bir də məndən başqa. Çünki mən qeyri-qanuni idim. Orada da məllə qəlbə qoyublar ki, Azərbaycan Respublikasının ilk və qeyri-qanuni könüllüsü mehmandır. Kəşfətə getmək istəyərdim. Ölüm mələklərlə. Oranı çox sevirəm. Sadəcə səhətim oraya imkan vermir də. Bacarıram, sadəcə dövlətin qanunu ilə oraya mən yaramıram. Amma bacarmanı bacarıram. Niyə bacarmıram ki? Vətən üçün döyüşdəyəm, qismət olsun olum şəhid. Posta gəlib, görün ki, siz qanıma qəltanam mən. Anam ölsəm ağlama, başı uca tut həmişə. Söylə şəhid anasıyam, qadın qəhrəmanam mən. İnşallah olsam şəhid, dəfnidər sökməlidə. Hökməlinin torpağına, cismilə qurbanam mən. Vəsiyyətim bu şeirimi yazın mənim məzarıma. Vəsiyyətim bu şeirimi yazın mənim məzarıma. Vətən üçün şəhid olan könüllü mehmanam mən. Vətən üçün şəhid olan könüllü mehmanam.